Marjinallıq bu suala cavab verir: şirkətin gəlirləri hansı hissəsini özünə mənfəət kimi saxlayır? Nümunə: şirkət A 100 milyon gəlir əldə edir və 1 milyon xalis mənfəət saxlayır. Şirkət B eyni 100 milyonu qazanır, lakin 90 milyon mənfəət saxlayır. Hər ikisinin səhəm qiyməti oxşar ola bilər, lakin biri gəliri effektiv şəkildə mənfəətə çevirir, digəri isə yox. Və əgər sən marja fərqini nəzərə almasan, uzun müddətli perspektivdə daha az mənfəət gətirəcək, daha az səmərəli bir şirkətə investisiya edə bilərsən. Marjinallıq həmçinin rəhbərliyin yatırılan resursları nə dərəcədə effektiv şəkildə mənfəətə çevirdiyini göstərir. Marjanın müxtəlif növləri var: gross margin, ümumi gəlirlik, operation margin, əməliyyat gəlirləri, profit margin, xalis gəlir. Biz bu mövzuya dərindən girməyəcəyik. Bu video yeni başlayanlar üçündür. Əsas məsələni anlamaq lazımdır. Marjinallıq bərabərdir biznesin səmərəliliyi.